Həkimlərimizin ümumiyyətlə peşə mövqeyi onun xəstəyə olan münasibətindən müəyyənləşdirmək olur. Öz marağımda olan bir sualı da yönəldim sizə. Rasim doktor, Nizami doktor, siz də cavab verərsiniz. Fitri istedadı olan insan hər tərəfli istedadlı olmalıdır. Sizdə bədii istedad varmı? Yəni musiqidə və s. hər hansısa bir alətdə ifa etmək və ya nəğmə söyləmək. Cavan uşaq olanda planerizm düzəldirdik, radioyla məşğul olurduq, özümüz radionu düzəldirdik. Sonra vaxtı ilə mənim yanıma bir müəllim gəlirdi, fortepianoda çalırdım, Beethoven çalırdıq, bu çalırdıq. Sonra atam bir dəfə gəlmişdi ki, həsəbləşdi, bəs deyir, Azərbaycan mahnıları niyə üçün öyrənmirsən? Və müəllim başladı mənə bayatı şirəs öyrənməyə, başqa bir şeylə öyrənməyə. Sonra astronomiya ilə məşğul oluruq. İndiyə qədər çox bir marağım var. Sizin necə Nizami doktor? Bədii duyum və s. bənzərsiz istedad hər halda olmalıdır. Talib belə gətirir ki, mən 5 yaşımda 1-ci sinifə getmişəm. Daha 70-ci ildə 11 yaşım olanda 7-ci sinifdə oxuyurdum. Yəni, insan uşaqlıqda bu şeyləri eləməlidir. 7-ci sinifdə oxuyanda 11 yaşında uşaq instituta qəbula hazırlaşır, aydın məsələdir. Ona görə bu hisslər olmuyor. Amma çox mən bədii ədəbiyyatı, şeirləri xüsusən, o da bütün cavanlarda lirika olur, o gənc yaşlarında o olub, o duyğular olub. Amma deyim ki, bir başqa bir işlə, kitabdan başqa bir işlə məşğul ola bilməmişəm, təəssüflər olsun ki, belə olur. Ən gözəl işlə məşğul olmuşsunuz Nizami. Bir şey əlavə eləmək istəyirəm ki, mən uşaq vaxtında 77-ci, 8-ci sinifdə olanda mənim atam kinokamera məni bağışlamışdı, Lada kinokameranı və biz orada kino çəkirdik. Özümüz ssenari yazırdıq. Keçmişdə Kirov parkında biz bu filmləri eləyirdik. İndiyə qədər bu filmlər məndə var və ondan sonra kino və foto ilə biz məşğul oluq. Harası gedəndə mən çalışırım ki, bir qəşəng bir kadr çəkəm, sonra gətirirəm, arxivə salıram bundan. Mən niyə bu incəlikləri bilmək istəyirəm? Çünki görkəmli alim eyni zamanda da ictimai xadim idi. Elə uşaqlıqdan insan formalaşır. Bax, bu hissləri paylaşmaqla əslində elə təsdiqləyirik bütün bunları ki, hər şey uşaqlıqdan, hər şey ailədən, hər şey təhsildən, gendən irəli gəlir. Çox maraqlı sual verdiniz. Bugün bütün sirlərimizi açacağıq. Buyurun. Uşaqlıqda əslində şəxsən mən müğənni olmaq istəyirdim. Bu mənim uşaqlıq arzularım idi. Amma həyat belə gətirdi ki, atam həkimdir, oftalmoloqdur və ümumiyyətlə o barədə heç danışmırdıq da. Ailədə bilinirdi ki, mən yəni Azərbaycan Tibb Universitetinə hazırlaşacağam, bir mənalı və belə oldu ki, Nizami doktor dediyi kimi, yəni yalnız kitablar ilə belə böyümüşük, oxumuşuq. Amma inarsınız, hələ də müğənnilərə baxanda o stadion yığırlar, oxuyurlar, hələ də həsrətindəyəm. Əməliyyat sırasında hər halda bütün otağı o səs bürüyür. Elə olur əməliyyatda da musiqi sədaları altında Nizami doktor özü də musiqi sədaları altında əməliyyat edirdi, mən də. Bax belə. Təşəkkür edirəm. Fələkdən kam alaydı, sizə qonşu olaydı, sizə qonşu olaydı. Yenə o bağ olaydı, səni tez-tez görəydim, qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
yazaydım seher akşam, yazaydım seher akşam, yazaydım seher akşam, yazaydım seher akşam. Yine o bağ olaydı, yine size geleydik, danışaydık, güleydik, ürkek bakışlarınla ruhumu dindireydin, beni sevindireydin, beni sevindireydin. Gizli söhbet açardık, ruhun ihtiyacından, kardeşinden, bacından. Çekinerek çok zaman söhbeti değişeydin, benimle işeydin, benimle işeydin, benimle işeydin, benimle işeydin. Arzuya bak sevgilim, tellerinden ince mi, tellerinden ince mi? Söyle yüreğince mi? Arzuya bak sevgilim, ellerinden ince mi, ellerinden ince mi? Söyle yüreğince mi? Yine de bir vurardı kalbimiz gizli gizli, seni esmer ben izli, seni esmer ben izli. Yine de bir vurardı kalbimiz gizli gizli, seni esmer ben izli, seni esmer ben izli. Yine o bağ olaydı. Təşəkkür edirik. Çox sağ olun. Oftalmologiya deyəndə ilk ağlımıza gələn görkəmli alim Zərifə xanım Əliyevadır. Nəinki peşə xəstəlikləri, eyni zamanda onların profilaktika tədbirlərini də işləyib hazırlamışdı görkəmli alim. 70-ci illərdə, 80-cı illərdə, o illərdə Zərifə xanım çalışanda o vaxtı traxoma xəstəliyi var idi. Bilmirəm sizin məlumatınız var bu xəstəlikdən. Hal-hazırda bu xəstəlik yoxdur və onun elmi işi daha çox araşdırmaları bu xəstəlik üzrə olub.
Traxoma xəstəliyi çox ciddi təhlükəli bir xəstəlikdir. O vaxtı antisanitariya, yəni epidemiya halında da bəlkəm xlamidiya ilə daha çox yoluxanda xəstələrin gözündə yaranırdı bu xəstəlik və nə ilə nəticələnirdi? Gözün silikli qişasının və buynuz qişanın belə şiddətli xroniki iltixabı nəticəsində 4 mərhələdən ibarət idi və axırıncı mərhələlərdə hətta tamamilə görmə qabiliyyətinin itirilməsinə gətirib çıxardırdı. Konjektivit əlamətləri ilə özünü biruzə verirdi. Bəli, amma Nə profilaktika olduğunu da biz çoxları aparmayanda anlamışıq, və bəli. müalicə aparmayanda çox şiddətli, yəni çox pis nəticələnirdi və o vaxtı bu çox yayılmışdı ümumiyyətlə Azərbaycanda. Və o bütün elmi işini, yəni elmi sahəsi məhz bu xəstəliyə yönəltmişdi, bu xəstəliyin profilaktikasına, müalicəsinə və onun bütün bu, yəni araşdırmaları nəticəsində bu xəstəlik həqiqətən çox-çox azalmış və hətta yox olmuşdu. Əslində mən də bu aralar araşdırırdım Zərifə xanım fəaliyyəti barədə və həqiqətən yəni təəccübləndim ki, Zərifə xanımın tək traxoma deyil, ümumiyyətlə göz xəstəliklərində elə sahə yoxdur ki, o barədə yəni araşdırmaları, məqalələri, metodik tövsiyələri olmasın. Baxın, virus xəstəliklər barədə bir çox metodik tövsiyələri var idi. Gözün zədələri, problemləri o barədə də çox yazırdı. Daha sonra gözdə bədxəssəli şişlərin müalicəsi və diaqnostikası barədə bir çox araşdırmaları var idi. Siz bilirsiniz ki, oftalmologiyada bu sahə belə xüsusi bir sahədir və hər göz həkimi bu şişlər ilə məşğul olmur. Onu da vurğulayım ki, Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzində hal-hazırda yeganə mərkəzdir ki, mütəxəssislərimiz var, hansılar ki, məhz bu problem ilə məşğul olur. Amma Zərifə xanım onda artıq bu problemə çox böyük elmi araşdırmalar aparmışdı və bu barədə bir çox metodik tövsiyələr var. Yəni göz xəstəlikləri arasında bütün sahələri əhatə etmişdi onun elmi fəaliyyəti. Hətta həkimlər üçün dərs vəsaiti biraz öncə də qeyd elədik. Bu xəstəliklərlə bağlı çap olunub və o vəsaitləri bu gün də oxuyan oftalmoloq həkimlər var. Düz deyirsiniz, deməli o çox geniş bir sadə işləyirdi. Baxmayaraq ki, o mənə retinopatiya mövzu vermişdi. Məni 6 ay göndərdi kondisioner zavodunda. Mən orada elmi çalışmalar aparırdım. Orada bir neçə dənə şöbə var idi. Biri toksik şöbə, biri belə şöbə və biz onların arasında baxırdıq ki, bu hansı şöbədə daha çox gözünə bir təsir göstərir. O biri həkimlər kafedraya göndərirdi. Onlar torlu qişasına baxırdılar. Deməli, o rotasiya edirdi. Mən demək istəyirəm ki, metodik tövsiyələr çox yazmışdı etika barədə. O belə bir qəşəng deontologiya barədə. Həkimlərlə, xəstələrlə münasibət və həkimlərin arasında münasibət. Təəssüf ki, indi etikasından bəzi həkimlər bunu unudurlar. Yoxsuldular. Bəli. Amma bu metodik tövsiyələr indiyə qədər çox aktualdır. Həm də diabetik retinopatiyadan, həm də etikadan, həm də qlaukomadan belə bir çoxlu metodik tövsiyələr var idi. Çox geniş belə bir işlər aparırdı bu barədə. Doğrudan da hər tərəfli oftalmoloq olub, çox hər tərəfli. Peşə xəstəliklərindən istər Şin zavodunun işçilərində, istərsə də keçmiş SSR-də talih belə gətirib ki, yod ancaq Xəzər dənizinin ətrafında ən böyük zavod Neftçalada, sonra Bakıda, bir də Neftdağda olub və yod intoksikasiyalı aid onun əsəri var. Böyük bir monografiya şəklində. Şin zavod və yod zavodunda. Hər tərəfli oftalmoloq olduğuna görə istər göz yaşı yollarının xəstəlikləri, istər cərrahi xəstəliklər. Bir də mən talih belə gətirmişdim. Mən özüm göz doktoru olmamışdan əvvəl 1968-ci ildə çalışdığım Milli Oftalmologiya Mərkəzində düz 90 gün vernal keratokonjüktivit, yəni bahar xəstəliyi deyilən bir xəstəliklə, sağ gözümün bahar xəstəliyinin 90 gün orada yatmışam. Və onda yadımdadır ki, uşaq idim, 9 yaşım vardı. Vyetnamdan 8 qız, 5 oğlan, 13 nəfər idilər. Onlara ayrı palatalar verilmişdi. Traxoma ilə
Onda deyirlər ki, Allah, traxoma bizdə hava axtı axırıncısını Zərifə xanım ləğv elədi. Kökünü kəsdi. Bəli, kökünü kəsdi. Amma 68-ci ildə Vyetnamdan o vaxt Sovetlər Birliyi, Sovet dövləti olduğuna 13 nəfər xəstə gəlmişdi, traxomalı xəstə. Zərifə xanımın irəli sürdüyü sintometrin müalicəsi ilə belə Antibiotiklər. Mənim orada yatdığım müddətdə onlar traxomadan sağaldılar, getdilər. Mən hələ də davam edirdim. Onun əməlləri indi də davam edir. Bir növ mənim də doktor işim elə Xəzəryanı ətrafında günəş insolyasiyasının göz bülluruna olan təsiridir. Yəni yenə də bu peşə xəstəliklərdir. Bugün texnologiyanın inkişaf etdiyi bir zamanədə yaşayırıq. Zavodlar var, fabriklər var. Hər halda təsirsiz ötüşmür. Xüsusilə də insan orqanizminə mənfi təsir göstərən o qədər kimyəvi maddələr var. Bugün necə? Belə bir araşdırmalar oftalmoloji sahədə varmı? Məsələ burasındadır ki, əvvəla indiki texnologiyanın 40 il, 50 il bundan qabaqki texnologiyalar ayrı-ayrı şeylərdir. Çox deyək ki, təhlükəsiz işlər görülür, açıq havada və yəni aydın məsələ, texnologiya yüksəlibsə intoksikasiyalar azalmış vəziyyətindədir. İstənilən halda, yenə də mən bayaq dediyim ki, yenə də təkrar edirəm, təkcə peşəyə aid təkcə bizim oftalmoloji mərkəzdə keçən 3 elmlər namizədi dissertasiyası. Yəni bu iş hələ də davam edir. Yəqin ki, yenə də davam edəcək. Razıyam, onu vurğulayacaqsınız. Nizam müəllimlə razıyam. Bizdə 3 nəfər bu barədə bir işlər aparılır. Bunlardan bu yaxınlarda bir dissertasiyasına aprobasiya olub. Sona xanım İbrahim tərəfindən çox geniş professional patologiyadan. Deməli, Zərifə xanım işləri davam edir. Bütün sahədə. Çox zəngin həqiqətən də xatirələri var Rasim doktorun. Demək istəyirəm ki, bu Zərifə xanım professor akademik, nəinki böyük alim, professional həkim, oftalmoloq, eyni zamanda yaxınları sevən, qayğıkeş, xeyirxah bir insan idi. Onun elmi, tibbi, pedaqoji fəaliyyətləri haqqında eşidəndə biz də qürur hissi yaşayırıq. Demək olar ki, hər gün görürdük, leksiya oxuyurdu, eləyirdi, amma o barədə indi düşünməmişik ki, bax, bu indiki dövrə gələcək nəyəsə biz eləyərik. İnandırım, nə qədər biz eləmişik, bir dəfə fotoqrafiyanı biz onu çəkməmişik, hər gün görürdük, o barədə heç düşünməmişik. İndi hamısını çəkirlər. İttifaq, o vaxtı Sovetlər Birliyi, İttifaq bilik cəmiyyəti deyirdilər, Общество знаний. Oranın sədr müavini olub. İttifaq Sülhü Müdafiə Fondunu üzvü olub, SSR Qadınlar Komitəsinin üzvü olub, bayaqdan oftalmoloq kimi bilir, amma indi bir ictimai iş sarıdan, ictimai xadim kimi bu işlərin yerinə yetirib, özə layiqli yerinə yetirib. Hər kəsə dayaq olamaq şərti ilə yerinə yetirib. Coşmuştu yüreğim, ağrıyan başım, zulümkar olmuşam, axıdır yaşım. Ey güzel vətənim, ey dağım daşım, ey güzel vətənim, ey dağım daşım. Bir sazım olsaydı söylerdim sana, söylerdim sana Azerbaycan'a. Bir sazım olsaydı söylerdim sana, söylerdim sana Azerbaycan'a.
Kesmişti yolumu geçilmez dağlar, benimle beraber ormanlar ağlar. Ey göz işledikçe görünen bağlar, ey göz işledikçe görünen bağlar. Ehdiyle bir salam gönderdim sana, gönderdim sana Azerbaycan'a. Ehdiyle bir salam gönderdim sana, gönderdim sana Azerbaycan'a. Ne güçtür ayrılık, duymayır yardan, artırdı derdini her geçen karvan, her geçen karvan, her geçen karvan. Duysaydın sesimi bir yanıklardan, bilmezsen ne söyler, neylerdim sana, neylerdim sana Azerbaycan'a. Bilmezsen ne söyler, neylerdim sana, neylerdim sana Azerbaycan'a, Azerbaycan'a, Teşekkür edirik Anar müəllim.